Salam dəyərli kanal izləyiciləri, bu videoda MHM Həndəsə Test Bankına yeni əlavə olmuş bir sual tipinə baxacaq. Sual çevrə və dairə bölməsinə aiddir. İlk baxışda sualın çevrə ilə bağlılığı görünməsə də biz xaricə çəkilmiş çevrənin köməkliyi ilə məsələni həll edəcəyik. Gəlin indi sualın şərtini oxuyaq. G nöqtəsi ASD bərabər tərəfi üçbucağının ağırlıq mərkəzi, ABG bucağı 65 dərəcə, CBG bucağı 55 dərəcə olarsa, BCA alfa bucağının dərəcə ölçüsünü tapın. İlk olaraq ASD üçbucağının xaricinə çəkilmiş çevrəni təsvir edirik. Və nəzərə alsaq ki, G ağırlıq mərkəzidir və bərabər tərəfi üçbucaqda medianlar, tənbölənlər, hündürlüklər üst-üstə düşür. Onda deyə bilərik ki, burada AG və SG daxili bucaqların tənbölənləridir və hər bir 60 dərəcəli daxili bucağı 30-30 olmaqla 2 bərabər bucağa ayırır. Biz üçbucaq AGS-dən AGS bucağını 120 dərəcə tapırıq və böyük qövsə söykənən AGS mərkəzi bucağı isə 360-dan 120-ni çıxsaq 240 dərəcə olur. Buradan deməli şəkildə AGS mərkəzi bucağına uyğun major qövsün dərəcə ölçüsünü 240 dərəcə tapmış oluruq. İndi isə AC minor qövsü üzərində bir ixtiyari nöqtə seçirik və həmin nöqtəni A və C təpələri ilə birləşdiririk. Onda həmin daxilə çəkilmiş bucağın dərəcə ölçüsü 240 dərəcənin yarısı, yəni 120 dərəcə olacaqdır. İndi şəkildə verilmiş ABC bucağına baxsaq, görərik ki, 65 ilə 55-in cəmi də 120 dərəcə verir. Bu onu göstərir ki, elə biz deyə bilərik ki, B nöqtəsi də məhz bu çevrə üzərində yerləşir. B nöqtəsini həmin çevrə üzərində qeyd etdikdən sonra, buradan biz B və G nöqtələrini birləşdirsək, onda deyə bilərik ki, şəkildə həm BG parçası, həm də SG parçası xaricə çəkilmiş çevrənin radiusudur. Deməli, üçbucaq BGS bərabər yanlıdır. Bərabər yanlı üçbucaqda isə oturacağa bitişik bucaqlar bərabərdir. Burada BC oturacaqdır. Həmin oturacağa bitişik bucaqlardan biri 55 dərəcə olduğu üçün digəri, yəni BSG bucağı da 55 dərəcə olmalıdır. Buradan isə alfanı tapmaq üçün 55 dərəcədən 30 dərəcəni çıxmaq kifayət edir. Cavabımız olacaq 25 A variantı.